saxlayacaqlar. 47-ci dəqiqə. Məhəmməd Qalilov boş son yaxşıladı. Hansı ötürmə edəcəklər. Ramiz Çovdarov topu özündə saxlaya bilmədi. Ramiz topu özündə saxlaya bilmədi. Burada Ukraynalı futbolçu əzələsini dartıb. Gözləyin deyir hakim. Ukraynalı futbolçunun əzələsini dartılıb və indi onu kənara çıxardılar. Nikita Sinisli indi bu. Oyunun sonluğunda azarkeşlər bir qədər nədənsə sakit yanır. Əslində bu anlarda daha coşkulu olmaq lazımdır. Miroslav topu irəli göndərir. Arenanın çox hissəsində Ukrayna azarkeşlər olduğu üçün fikir verin. Tam olaraq sakit şəkildə oyunu izləyirlər. Vali Qafarov irəliyə göndərir. Burada isə yenə də Ukraynalı golkiper. Topu tutur. Xatayının pressingi var. Elvin oradadır. Topu ayağında saxlaya bilmədi. Hər şey tam istədiyimiz kimi cərə edir. Oyunun son saniyələrində, son dəqiqələrində. Qapı önünə ötürülən top alınmadı. Elvin topu itirmir. Amma qaydanı pozdu. Topu itirmədi amma qaydanı pozdu Elvin Əlizadə. Və sarı vərəqə. Kapitana göstərilir 48-ci dəqiqədə. Bir qədər də təmkinli olmaq lazımdır. Çox az qalır. Bir qədər təmkinli olmaq lazımdır. 3-4 dəqiqə təxminən. Və daha bir tarixi uğurun astanasındayıq. Avropa çempionu olmuşduq və ikinci dəfə yenə də Slovakiyada Avropa çempionluğunu bayram edə bilərik. Standart vəziyyətlər hər zaman təhlükəlidir mini futbolda. Ama yine bir qədər diqqətli olmaq lazımdır standart vəziyyətdə. İkili canlı sərv var, ötürməklə başladılar. Qapıya zərbə bloklandı. Ramiz Çovdarov topun qarşısını kəsir. Millimizin heyətində ən fəal oyunculardan biridir. Hər epizodda, hər mübarizədə döyüş şənliyi ilə seçilən bir futbolçudur Ramiz Çovdarov. Miroslav İleride pressing var Xatayinin. Qapçıya qarşı pressing və qapçı dərhal topu iləri göndərir və Vəli də topa toxunmadı. Topa toxunmur. 49-cu dəqiqə. Elvin Əlizadə. Vəli Qafarov. Ramiz Çovdarov. Burada son anda topu Ramizə dəymişdi. Dərhal başladılar. Çevrilməsinə imkan vermək olmaz. Aleksandr Klesnikov. Heç nə yoxdur deyir. Hakim deyir. Heç nə yoxdur. Əksəmdə necə olacaq? Ukraynalılar etiraz edirlər. İtiraz edirlər. Topu özlərində saxlamaq çalışdılar amma burada Məhəmməd Xəlilov keçdi. Məhəmməd Xəlilov ötürmə. Qapıya zərbə olacaqmı? İlişdirdilər ayaqlarını. Təkrar zərbə olmadı. 49-cu dəqiqənin tamamında təhlükəli əksəmlizi VAR tələb edirlər. VAR-da baxılacaq. Xətay Bağırov idi deyəsin burada epizodun mərkəzində. Epizodun təkrarına baxaq. Burada bu epizodda hansı bir qayda pozuntusu yoxdur. Birinci epizoddan söhbət gedir. 50-ci dəqiqə başlanıb. 50-ci dəqiqə başlanıb. Hər ikəs ayaq üstədir. Əllinci dəqiqə görək. Hakim oyunun sonluğuna nə qədər artıracaq? Kalesnikov'un etirazları var ama bu etirazlar bir bəhrə vermədi. Hələ ki VAR-da vaxtdan yoxlanış da bitdi. Hər hansı bir şey yoxdur. 50 dəqiqə. 5 dəqiqə. 5 dəqiqə itirilən vaxtı 5 dəqiqə artırılıb. Ukraynalılar hücum edir. Millimiz müdafiə olmağa çalışır. Atayev. Ramiz Çovdarov orada pressing edir. Vüsal. İsa Atayev. İsa Atayev. Vüsal'la beraber topu birləşib topu aldılar. Vüsal. Vüsal. Künc xətti yaxınlığında. Topu özündə saxlamağa çalışdı. Küncdən zərbə. Artıq qapçı oyuncusu. Modelindən istifadə edir Ukraynalılar. Qapıda boşdur. Bir əks həmlə ilə görüşün taleyini həll etmək olar. Xətay Bağırov. İsa. Vüsal Atayev.
İlerlemeye çalışırlar. Topu uzaklaştırdı. Talih Babayev bu gün en yaşlılardandır. Müdafiə planında Talih Babayev bu gün en yaşlılardandır. Hakime etirazlar var. Ukraynalı futbolcuya etirazlar var. Artık meydana girip etirazını sert şekilde bildirirler. Ramil Çovdarov da orada hadiselerin merkezindedir. Topu oyuna daxil edəcəklər. Artırılan vaxtın 2 dəqiqəsi geridə qalıb. Ukraynalıların hücumu qapısı boşdur. Qapıcı oyuncusu ilə oynayırlar. Kolesnikov qapıya zərbə alınmadı. Topu ələ keçirmək də mümkün olmadı. Xətai Bağırov idi. Topa istiqamətlənən futbolçu. Son həmlələrdir. Ukraynalıların Xətai irəlidə təkdir. Ramil Çovdarov. Ramiz Xətaydan keçdi. Aleksandr Kolesnikov. Ramiz qapıda açılırtılan top. Ayağına dolaşdı Ukraynalı futbolçu Veli Qafarov. Əhsən təkrar zərbə imkan vermədi. Talih Babayev. Talih Babayev. Müdafiədə keçilməz təsir başlaydı Talih Babayev. Həqiqətən də həm birinci hissədə, həm ikinci hissədə çox sayılı epizodun önünü kəsir. Ramil Çovdarov. Xətai rəqibinin qarşısına kesmeye çalışırdık. Alexander Cınah bu ötürdü. Vüsal çatmadı burada. Son toxunuş. Milli komandamız üzərindədir. Vəli topu vermir. Dərhal başlamağa qoymadı və buna görə də sarı vərəqə. İndi futbolçularımız artıq yerləşdilər. Dərhal ötürməklə başlayırlar. Bu hücumu soğuştursaq, topu ələ keçirsək. İkinciden zərbə olacaq. Növbəti ikinciden zərbə. Yeni ötürməklə başladılar. Ramiz onun ötürməsini qarşı kəsildi. Amma hələ ki topu almaq mümkün olmayıb. Ara ötürməsi. Cinah boyu oynuyorlar. Tam olarak riske gedib Ukraynalılar bu riski aradan kaldırmak lazımdır. Topu ələ keçirmək lazımdır. Xətai orada preslik edir. Keçdi Ukrayna futbolcu. Qapıya zərbə endirməyə çalışır. Veli Qafarov imkan vermədilər. Əhsən sizə. Əhsən son anda topu uzaqlaşdırırlar. Aramsız hücumlar. Növbəti zərbə. Bu dəfə də Ramil Çovdarov. Ramil Çovdarov imkan vermir. Arda həmlələr. Başla zərbə imkan vermək olmaz. Çevrilməsinə imkan vermək olmaz. Topu hələ ki çıxarda bilmirik. Ukraynalılar növbəti hücumu. Zərbə bloklandı. Qapı boşdu. Gol! Azərbaycan millisi 2 qat Avropa çempionudur. Avropanı da fəth edirik. Dünya çempionları Avropanı fəth edir. Bu artıq reallıqdır. Azərbaycan milli futbolda dünyanın en güçlüsüdür. Dünya çempionu olmakla bunu göstermişti. Ve indi Avropa çempionu. 2 kat Avropa çempionu titullarına malikti. Kapı boş idi. Riski aradan kaldırmak lazım idi. Ve bu riski aradan kaldırdılar. Əhsən uşaq.